Musa və Elnarə oyun oynayırlar. Musa fikrində 3 rəqəmli bir ədəd tutur. Musa Elnarənin yazdığı hər ədəd üçün plus, minus işarələri ilə ədədə nə qədər yaxınlaşmasını bildirən ipucular verir. Plus deyir, rəqəm var və yeri düzdür. Yəni eyni mərtəbədədir. Minus da isə deyir, var, amma yeri səhvdir, fərqli mərtəbədədir. 3 rəqəmlimizi yazırıq. Məsələn, elə promoy keçirəm bizdən soruşduğuna. Burada yazıb plus minus. Bunların sayı neçə dənədir? 2 dənədir. Deməli 146 ədədinin rəqəmlərindən 2 dənəsini biz götürüb burada istifadə edəcəyik. Birinin yeri düz olacaq, biri səhv olacaq. Burada 2 dənə minus var. Buradan 2 dənə rəqəmi götürəcəm. Gətirib burada ikisinin də yerini dəyişik yazacağam. Öz yerlərində olmayacaq. Burada plus 1 dənədir. Demək ki 456-dan bir dənə rəqəmi gətirib bura yaza biləcəm. Birincidə və üçüncüdə hər ikisində eyni yerdə 6 dayanıb. Əgər plusu birincidə 6-ya aid etsək, üçüncüdə də plusu 6-ya aid etməliyəm. Onda plus gəlib sonuncu yerdə dayanmalıdır. Plusun yanında başqa minusundan, plusundan bir şeylər olmadığına görə 4-ü və 5-i buradan silirik. Ki bizə lazım deyil bu. Onda 4 və 5-i yuxarıdan da silmək lazımdır. Buradakı plus 6-nı bildirirsə, minus da 1-i bildirir. Niyə minus 1-i bildirir? Çünki 1 birinci yerdə yox, ikinci yerdə olmalıymış. Bu 2 dənə minuslardan biri 6-nı, biri 7-ni bildirir. Çünki 5-i silmişəm. 6 birinci yerdə yox, üçüncü yerdə olmalıdır. 7 ikinci yerdə yox, birinci yerdə olmalıdır. Cavab 716-dır.